Herkese salam dostlar, ben İbrahim. Yepyeni bir video ile karşınızdayım. Dostlar dedim bir niye getdim Atletico Madrid'in kulüp seleksiyonlarından açtım, top açtım 2 tane falan. 2 tane açtım elə. Julian Alvarez'i çıxartdım. Bildiyiniz kimi Julian Alvarez göstərim buradan da sizə fırsatçı golcüdür. Plus şeydir, özəl basım eləmişəm buna. 90 ofansif farkındalığı var, bitiriciliği 90, duran top kullanımı 92, falso 93, hız 94, hızlanma 92, şut gücü 94, denge 91, dayanıklılık 91, bir de çift vuruşu var. Bir de buna çeviklik basmışam. Eğer sizde de varsa güçləndirici jeton, çeviklik basın, sürəti biraz da artsın. Gördüğünüz kimi bura yuxarıya da qoyuram özəl basımını. İstəsəniz gəlir götürüb basarsınız özəl basımını. Rəqibin də kadrosuna baxaq. Rəqibin də qəşəng kadrosu var. Çox qəşəng kadrosu var rəqibində. Keçək oyunumuza, görək nə olur. Bəli dostlar, gəldik oyunumuza. Başladıq. Rodri. Saviola qaçdı. Ayda. Gol pozisyonu idi, vurmadıq. Vurmadıq. Bunu axtaracaq məncə. Pozisyonları. Prosta yoxlayırıq da day. Bu səfər vuracam. Ayda offside. Bu nədir? Mən Saviola istəmirəm axı. Mən Julian Alvarez yoxlamaq istəyirəm. Mbuyemo. Qayda pozuntusunu ver. Çift vuruşu qəşəng eləyir bu arada. Qəşəng. Yox, şutları da pis deyil. Şutları da yaxşıdır. Oradan şut çıxartdı ağzından. Ayda qapısı tutdu. Ayda önə şeyə gələcək oyuncusunu ayarlamamışam. Van Dijk'ı ayarlamamışam ora. Of, axırıncı paslarımız keçsə nələr olacaq, nələr. Qəşəngsən qapıcı. Mike-la. Sevmirəm bu qapıcını, amma oynadıram. Nəsə bu səfər son axır vaxtlar yaxşı oynayır. Nəsə xoşuma gəldi. Joshua Kimmich. Yaxşı görək ha, yaxşı görək. Oyda, mən onu niyə atdım ki? Barış neynədim, Barış? Kaç? Of, keçsəydi. Of, çıldıracağım ya. Qəşəngsən. Milçəyə bax bir dənə. Bir də asist elə, biz buradan gedək ataq. Atamadıq. Rəqibin də dengesini pozluğu da atamadı. Hələ ki Julian Alvarez yaxşıdır, yəni pis deyil. Pozisyon alması falan yaxşıdır. Prosta əlimizə şans düşmüş. Şans düşsə ata biləcəyik. İmkan verin də qaqa, imkan verin bir toparlasın da özünü.
Pasları da pis deyil, şey pas atır. Vallahi. Of, nə oyuncu çəkdim ora, nə oyuncu çəkdim ora. Son dəqiqə momentum idi, atardı. Qəşəng pis deyil hələ ki. Bir də atakımız var, onda Julian Alvarez uzaqdan vurub. Uzaq məsafə plus eziddə. Çox qəşəng vurur, çox qəşəng vurur. Van Dijk'a fənd eləmək olar, məzələnsən. Bir də qaçsan, bir də qaçdı. Bir də keçsən, bir də keçdi. Ayda ikinci alınmadı. Marsilya dönüşünü də çox qəşəng eləyir. Ayda, qol atmaq istəyirəm, evcə qol atmaq istəyirəm bir dənə. Nə kaydım, nə kaydım. Of, çox qəşəng bağlayıram axı oraları. Bir də qaçdın. Dirəklər çıxartmır bizdən. Yenə qaçdı. Bu səfər də rəqibdən çıxdı, deyəsən. Bəli. Ya da yox, taktik yox, duran top, 6 pas. Bir dənə yoxlayaq buradan. Ayda, bu qapçı da hər yerə çıxır, daha açın mən. Bu oyunu versəydə olaram da. 2 dənə dirəyə dəyən real qol pozisyonumuz var. Saviola'ya oynamışdım mən. Rəqib çox əzbər oynayır. Bir də asist elə heç olmasa. Qol atamadıq bu oyun. Qol ata bilmədi, amma sizə bunu deyə bilərəm ki, Julian Alvarez çox mükəmməldir. Yəni mən belə bir pozisyondan, belə bir pozisyonlardan, belə ataklardan şey çıxardan oyuncu görməmişəm. Baxaq bir dənə dərəcələndirməyə. Julian Alvarez ara aparıb qoymuşsan sən. Yəni takımda hamı yaxşı oynayıb. Rəqibə də baxın bu heç. Yəni burada bunu deyə bilərəm sizə. Julian Alvarez əgər çıxartmısınızsa, mənim göstərdiyim özəl basından basın yoxlayın, oynadın. Təbii ki, tək forvetdə oynaya bilər, amma tək forvet məncə yaxşı olmaz. İkili forvetdə yaxşı gedər Julian Alvarez. Çünki tək forvetdə dengəzi biraz yekə futbolçu lazımdır. Amma bu ikili forvetdə çox yaxşı gedər. Pasları çox yaxşıdır. Pozisyon alması, qaçması, nə bilim uzaqdan plasesi, düz şutu, çift vuruşu falan, Marsilya dönüşünü eləməyi falan çox yaxşıdır. Həzz verir oyunda yəni adama. Kasıb oyuncusudur da bildiyin.
Yəni çıxartmısınızsa, əgər istəyirsinizsə çıxartmaq, pul vurub ya da belə çıxartmısınızsa təkdə oynada bilərsiniz. Mənim verdiyim özəl basımdan əsasən çox qəşəngdir. Nəysə dostlar, gəlin videoda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Bay bay.